Oktay Türkmenistan'a mı sürgün edilir? Türkistan'a. Bəli, Türkistana. Bunu sınaqda da belə bir şey salmışdıq. Çox adam ona fikir verməmişdi. Səhv götürmüşlər. Türkistan başqa, Türkmenistan başqa. Türkistan elə bir ki, o Orta Asiyada ümumi türklərin yaşadığı yerin adı deyək. Türkmenistan isə konkret bir ölkədir. Ona görə də, məsələn, biz başqa harda görmüşdük Türkistan sözünü? Hardan Türkistanın yerləri əsib? Türkistan yerləri əsib bayrağım. Bəli, Söyləyir dərdini sənə bayrağım. Bəli, orada da Bayrağım. Türkistan sözü var. Türkistan elə bir ki, türklər yaşayan yer. Belə bir şey, ümumi, daha ümumi bir addır. Yəni, dediyim odur ki, hər bir şeyə fikir vermək lazımdır. Yəni, bizdə, məsələn, adi oxumaqda belə vərdiş var ki, cümlənin başını oxuyuruq, axırını özümüz təxmin edirik də, adi həyatda. Amma testlərdə elə eləməyin. Testlərdə axırını təxmin eləmirsiniz. Axıracan diqqətlə baxırsınız ki, görüm orada nəsə haqqa çıxarmayıblarmı. Yaxşı. Oktay sürgündən gələndən sonra onun qəşəng o sözləri olur. O məsəl üçün deyirmi ki, bir şeyin görünməsi onun varlığının isbatı deyil. Bir şeyin belə bir ifadə keçirmi orada ki, bir şeyin var olması onun həqiqiliyin isbatı deyil. Bəli. Sonda deyəsən Oktay deyirdi, elə bir söhbətlər edirdi. Bəli. Meyxanada isə. Meyxanada yəni deyir ki, bir şey oldu. varsa həqiqidir demək hələ tezdir. Çünki onun da o həqiqət anlayışı ola bilsən anlayışları necə qiymətləndirirlər? Tutaq ki, deyir ki, bu şey var. Səməd Güllük bir də buradadır da var. Amma Oktay deyir ki, hələ varsa o demək deyil, həqiqidir. Çünki Firəngizə o nəzərində deyir ki, o da var idi, amma həqiqi deyildi. Bax, onun dünya görüşü və ümidləri tamam sönmüşdü və hətta çox belə aqressiv də danışırdı. Hətta öz bacısından belə deyir ki, sən acılığını sübut eləmək üçün neynə? Qarnını açın, baxın belə bir Cür şey. göstər görüm sənin qarnın aclığı, o mən baxım görüm aclı yoxsa yox. Yəni bu cür aqressiv danışırdı, həm də ziddiyyətli danışırdı. Məsələn deyir ki, mən bu çörəyi sənin üçün götürdüm, girəndə görmüşdüm, sən burada dirənirsən, sənin üçün götürmüşdüm. Belə də danışır. Bəs Oktay səhnəyə qayıtmağa hansı şərtlə razılıq verir? Sevəri yer verin. Acısına yer verir. Bəli, Sevərə yer versinlər qalmağa. Sevərə Firəngiz kömək eləyibmi heç? Bəli, əvvəl eləyirdi. Sevər